Evdə özünüz hazırlayanda daha dadlı olunur. İnanın mənə, çox dadlı alındı. Üstü xırçıltılı, içi isə yumuşacaq. Kartuşka firi və nagitis. Videoda da görüntümü kimi həm görünüşü, həm dadı mükəmməldir. Əvvəlcə bir ədəd toyuğun filesini götürürəm. Videoda göründüyü kimi doğradım mən. Siz onu son formada da doğraya bilərsiniz. Qaba 1 stəkan un, qarğıdalı nişastası, 1 ədəd yumurta, duz, istiot, paprika əlavə eləyib, qarışdırıb, 1 stəkan da su əlavə eləyib, üzərinə toyuğun filə ətini əlavə eləyib, qarışdırıb, 1 yarım saat qədər gözlədirəm. Sonra isə kartofları kartuşka firi formasında doğrayıram. Duz, istiot əlavə eləyib, biraz gözlədirəm. Gözlətdiyim əti una bulayıb, qızmar yağda 2 tərəf yaxşıca qızardıram. Qızartdıqdan sonra isə ən axırda kartuşka firini qızartdıram. Elə o yağda çox dadlı, üstü xırçıltılı, içi isə yumşaq nagitis alınır, kartuşka firini alınır. Mütləq hazırlayın. Bu resept tam sizlikdir.